Səhər tezdən durduq. Dedik nə gözəl havadır. Bəlkə bu günü səhər yeməyini çöldə elə ocaq başında eləyək. Soğanlar da həyətdən. Biz çox istəyirdik ki, təbiətdə yemək bişirək, gəzək, amma uşaqlarla hər ikimiz bunu bacara bilmədik. Çünki bizim bu dəcəl oğlanımız ancaq qaçır. Onu ancaq bu hasarlar burada saxlayır. Elə olan halda biz gərək birimiz ancaq onun dalınca qaçardıq. Biz də nə etdik, nə fikirləşdik. Dedik ki, o kənd həyatını, o təbiəti elimizə gətirək. Könlünüzdən nəsə keçdiysə, durun eləyin, tənbəllik eləməyin.